Tindən salam, millət vəkilimiz, deputat Günay Ağamalı qeyd deyib ki, uşaq pulu tənbəllik gətirə bilər. Uşaq pulu məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Ay deputat qızı deputat, 9.000 maaş alsan, oturduğun yerdə tənbəlləşməmsən ki. Mənə bax, cəmaət səhərdən axşamacan əlləşir ki, uşağının qarnını doydursun. Nə tənbəlləşməyəz? Əziz qardaşlar və bacılar, indi süz yazın. İşdi şayət bunlar bizə uşaq pulu versələr, tənbəlləşərik. Dinliyor, tinimiz düzdür. Atam, Cəlilabadın icra başçısı Rafiq Cəlilov cəmaatı gündə qəbul eləyir ha. Hər gün yox, günün altında. Bir dənə baxın, özünü verib kölgəyə, cəmaatı saxlayıb gündə. Rafiq müəllim, onsa cəmaat qara gündür də, daha günün altında saxlayıb nə gün qaraldırsınız? Burada lap çobanın sözləri yadıma düşdü. Əzinəm gündə mən, kölgədə sən, gündə mən. Sən yat qaya dibində, qoy qaralım, gündə mən. Gündəmə də belə gəlirsiniz də. Qardaşınız da buna mahnı da bəstəliyim ha. Bir dənə qulaq asın. Qara gəlim gündə mən, kölgədə sən gündə mən. Sən yat qaya dibində, qoy qaralım gündə mən. Atam, Bakı metropoliteninin böyüyü Vüsal Aslanova jurnalist sual verir. O da Vüsalına çatan aslan kimi cavab verir. Bir dənə baxın. Nə qədər biz daha tez işləyik. Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal. Nəzərə alsaq bu tip yerlərdə metro stansiyasını tiksək, həmin şəxslər, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud, çox artıq yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Vüsal müəllim, iqtisadiyyatdan gəlib metropolitenin sədri olmuşsunuz. Metrodur da hələ bu tıxacın zadın qarşısını alan. Mənə bax, yaxşı, oradakilərin mərkəzdə işləri olsa, nə ilə gəlsinlər? Maşınla, taksi ilə, yoxsa avtobusla? Mənə bax, sən oradan gəlmirsən? Sumqayıtdan? Nə ilə? Manatlıqla? Dinliyor, tinimiz düzdür. Aynanın da böyüyü Anar Rızayev qeyd deyib ki, mən çox vaxt metrodan istifadə edirəm. Yerüstü nəqliyyatın böyüyüsü, yeraltı nəqliyyatdan istifadə edirsiniz. Anar müəllim, siz dediniz, biz də inandıq. 19.500 maaş alırsınız. Bəlkə də yerin altında, üstündə yaxşı bilirsiniz. Yerüstünün böyüyüsü, yerin üstünü elə düzəldin ki, qara yerə soxun gördüyünüz işi. Sözünü eşitməyəsiniz. Dinliyor, tinimiz düzdür. Vuf 13. Bütün dünya şəhərsalma burada da bu da Malayziya şəhərsalmanın böyüyü. Tutub bizi pirikola. Bir dənə görün nə deyir. Dama dama go okla. Aha aha sel okla. Thank you, terima kasih, çok sakalun. Engaçol qardaş, bizim şəhərsalmanın böyüyü Anar Quliyev qeyd deyib ki, Bakıda yaşayan kimi deyirəm. Heç vaxt may ayında bu qədər yağış görməmişdim. Anar müəllim, necə olur? Engaçor gördü, siz görmədiniz. İndi başa düşürük də təbii fəlakətdir. Dünyanın hər yerində olur. Amma çıxış yolu tapılır axı. Necə olur? 3-4 dəfə leysan yağdı. Elə hər dəfə də eyni problem. Sizə lazım idi ki, engaçor sizə qeyd etsin ki, kör-kör, gör-gör. Gördüyünüz işdə kör nə istəyər? 2 dənə göz. Biri əyri, o biri düz. Atam balası, bizim axan çuxurlar nə qədər əyri olsa, indi öz aramızda bizim tinimiz düpbədüzdür ya.